Salam, hər vaxtınız xeyir olsun əziz valideynlər və bizi izləyən gözəl izləyicilərimiz. Bugün bizim zalımızın ilk günü və ilk çəkilişimizdir. Uşaqlar bir dənə alqışlayaq. Deməli, ilk günümüzdə istədim ki, uşaqlarımızı bir-bir sizlərə təqdim edeyim və uşaqlarımızın rəqsə fikirləri necədir, necə rəqsə başlayıblar, nə tər başlayıblar, necə həvəsləniblər, necə bizim videolarımızı görüblər, hamısını sizə bir-bir uşaqlarımız danışacaq. Bildiyimiz kimi birim tanınmış el günümüz. Düz deyildir? Bəli. Nə demək istəyirsən? Hər kəs salamlayıram. Başqa? Nə deyim? Başqa bir şey deyil. Əlişqadır illərdir yanımızda olan uşaqlardan. Prosta utanğazlığı var idi deyə bir müddət çəkilişlərimizdə yox idi. İstəyirik yavaş-yavaş onu da efirlərə çəkilişlərimizə salaq. Düzdür Əlişqa? Nə demək istəyirsən? İzləyicilərə. Əlişqamızın da TikTok səhifəsi var. Yavaş-yavaş səhifəsini artırıb. Yəqin ki, onu da burada tanıyanlardan olacaq 100%. Əlişqa? Kənandır, Kənan balamız, Allah saxlasın, hər bir balamız bizim gələcəyimizdir. Kənan, adın nədir? Kənan, neçə yaşın var? 7. Allah Kənanımızı saxlasın, Kənanımız da uşaqlar, illərdir yanımızda olan uşaqlardan biridir. Sadəcə o da getdi, gəldi, 3 ay, 5 ay, 4 ay getdi, çıxdı, gəldi, xəstələndi, düşərdi, Kənan. Yavaş-yavaş o da bizim aramıza qoşulur. Və Nuriçka balamız. Nuray gözəlimizdir bizim. Nuray nə demək istəyirsən izləyicilərə? Nuray biraz utanğazdır uşaqlar. Prosta yeni çəkilişlərə hələlik onu salmışam ki, həm biraz həvəslənsin, həm də yavaş-yavaş rəqsində inkişaf keçsin. Düzdür Nuriçka? Nə demək istəyirsən izləyicilərə? Abunə olub like atmayı unutmasın. Bir dənə Nuray alışlar sağ Rəfiqəm, bildiyimiz kimi Rəfiqə işləməyimizə ehtiyac yoxdur məncə. Rəfiqə, sən nə demək istəyirsən? Mən demək istəyirəm ki, məni niyə bura gətirdiniz? Rəqib yox, bir şey yox. Mən bura nəyə gəldim? Əslində mən indidən atışma atmaq istəməzdim uşaqlar arasında. İndi Rəfiqə danışdı, indi dalıyıcı uşaqlardan bir-bir Rəfiqənin öz fikirlərini alacaq. Rəfiqənin dediyi sözlərə aid. Düzdür, Rəfiqə? Günəş balamızdır. Günəş illərdir yanımızda olan tələbələrdəndir. İndi yavaş-yavaş etap. Məsəl üçün, rəqs sahəsində elə bir şey yoxdur ki, müddət qoymaq olmur ki, elə tələbə var, 1 ay gəlir, 5 ay tələbəsindən yaxşı oynayır. Elə tələbə var, 5 ay gəlir, 1 ay tələbəsindən zəif oynayır. Ona görə hamısı müddət düzələn uşaqlardır yavaş-yavaş, Allahın izni ilə. Günəş hardan gəlirsən? Saraydan. Saraydan. Saraydan Xırdalına gəlir Günəş balamız. Hə, Günəş? Ona görə nə etmək lazımdır? Evdəkilərin əziyyətini yerə vurmamaq, rəqslərimizi daha çox inkişaf etmək üçün daha çox həvəsli olmaq lazımdır. Düzdür? Sən nə etmək istəyirsən bu çəkilişdə? Oynamaq istəyirəm. Oynamaq istəyirsən, necə oynayırsan? Kaç oynayırsan? Dəqiqsən? Rəfiqə niyə burada mənə rəqib var? Rəqib var? Rəfiqə deyir rəqib var. Mən görmürəm. Ona Yəni, görə... Günəşi mən çox istəyirəm, amma tanımıram da. Hə, Günəş, nə edirsən? Eşən rəqs edirsən, izləyicilər səs verəcək. Bu səs vermə videosu da olacaq uşaqlar. Hər bir uşaq rəqs elədiysə, hər bir uşaq indi səs istəyəcəklər sizdən, dəstəyi gözləyəcəklər. Hərənin öz bölgəsindən, hərənin öz ardından. Güllü, bizim zalımızın ən əyləncəli, ən dəcəl, ən belə nətərsə başa salmayı. Güllüyə deyiləcək bir sözüm yoxdur. Güllü həm xətrini çox istəyirəm, həm də illər yanımızda olan tələbələrdən biridir. O da yavaş-yavaş istəyirəm ki, çəkilişlərimizdə məsuliyyətli olsun, çəkilişlərimizdə neynəsin? İştirak edib rəqs eləsin. Güllü, sən nə demək istəyirsən? Mənim Ağdamlılardan səs gözləyirəm. Oba, bir daha Güllü Allah istəyirəm. Ağdamlara da buradan dolu-dolu sevgilər, saygılar, salamlar bildiririk. Aysudur, Aysu bizim göz qızımızdır, zalımızın gözəlidir. O da təzəyicə başlayıb. 6-7 ay olar? Hə, 7 ayın tələbəsinə, amma baxırsan ki, 1 ilin, 2 ilin tələbələrindən yaxşı oynayır. Həqiqətən də. O da öz fikirlərinizi də deyəcək. Aysu, nə demək istəyirsən izləyicilərə? Aysu biraz utanır, yavaş-yavaş düzələcək. Sadiq, Banjuqanın şahı. Başqa, Lokonu geridə qoyan tək şəxsiyyət. Nə demək istəyirsən izləyicilərə? Nə oldu? Rəfiqənin sözündən qorxdun? Yox. Nə demək istəyirsən izləyicilərə? Rəfiqə yoxsa izləyicilər? Birinci izləyicilərə, sonra rəfiqəyə. İzləyicilərə mənim. Demək bu qədər önəmliyəm ki, hamı mənə söz demək istəyirlər. Nə deyim? Birinci izləyicilərimi salamlar. Sonra nə demək istəyirsən onu bildir. Bütün izləyicilərimi salamlayıram. Bugün bunların nəsə olur, utanırlar. Yavaş-yavaş düzələr.
Hə, gəlir dünyadan. Encül, izləyicilərindən səs istə. Bütün bölgelerden ses gözləyirəm. Sonra Rəfiqəm özümə rəqib tanımıram. Nə deyim? Heç gör rəfiqə səni tanıyır. Rəfiqənin ayağının altında gəzirəm bunlar. həqiqətən bu rəqsin, bu sözləşmənin sonunda gözəl rəqslər inanıram ki, nümayiş edəcəklər. Hə? Əlişka, sən harada səs gözləyirsən? Bakılılardan. Biraz da yüksəkdən Bakılılardan. Bakılılardan səs gözləyirsən. Hamı nə yazsın yorumda? Əli yazsın. Əli yazsınlar. Uşaqlar, əgər Əlinin rəqsini bəyənirsinizsə, Əli yazın. Ən çox kim səs toplasa, ona gözəl bir hədiyyəmiz olacaq. Onu da story bölməmizdə Instagramda paylaşacağıq. Ən çox kim səs toplasa, kimin adı ən çox yazılsa, Instagramda paylaşılacaq. Allahın izni. Kənan, sən kimlərdən səs gözləyirsən? Mən bildiyimə görə Kənan çox meyxana ailəndə düşkün uşaqdır. Meyxanaçılarımızı və bizim meyxana mahnılarımızı çox sevir. Hə, Kənan? Buradan meyxanaçılardan səs gözləyirsən? Hə? Başqa kimdən səs gözləyirsən? Kimlər yazsın səni? Ata yazsın, adı var. Əmi yazsın. Biraz utan. Əmi var. Hə? Nə yazsınlar? Hamı Kənan yazsın uşaqlar. Kənanımız da utanır, eybi yoxdur. Düzələcək. Yavaş-yavaş. Rəfiqə, sən kimdən səs gözləyirsən? Mən bütün bölgələrdən səs gözləyirəm. Başda Ağdam olmaqla. Ağdamlarda burada neşq olsun. Nuriska, Kimlikləri kimisi yazarlar. sən kimi gözləyirsən? Kimdən səs gözləyirsən? Özülər. Bilmirəm. Bilmirsən? Atadan. Ata yazsın adı var. Başqa? Başqa bilmirəm. Başqa bir İzləyicilərə şey. yazsın. Yaxşı, Nuriska öz həvəsindən, sevgisindən zaten sizə ötürəcək rəqs eləyəndə inanıram ki, Nuriska bu səs vermədə zirvələrdə olacaq. Bəli. Hər Günəş, sən nə demək istəyirsən izləyicilərə? Necə səs dəstək istəyirsən ki, ən altlarda olmayasan? Adın. Mənim Kimlərdən? rəqsimi xoşlayanlar yorumda günəş yazsın. Başqa kim yazsın? Belə dəyər verdiyin insanlardan kimi gözləyirsən ki, sənə yorum yazsın? Məni. Uzaqlılardan. Kimlərdən? Uzaqlılardan. Uzarlılardan. Uzarlılara bir dənə eşq olsun. Sən kim istəyirsən? Mənim Kimdən dəstəyi gözləyirsən? başda Ağdamdan imişkilər olaraq bütün bölgələrdən səs gözləyirəm. Aha, yaxşı edirsən. Bəs dəyər verdiyin insanlardan kimi gözləyirsən yorumlarda? Heç kimi. Heç kimi özündən dəyərli sayırsan, hə? Gülünməyi gözləmirsən. Ən dəyərli insan özünsən. Sor, bu qədər. Ayşə, sən kimdən səs gözləyirsən? Azərbaycan xalqının bütün bölgələri. Azərbaycan xalqına buradan eşq olsun. Bəli. Yalnızlar. Ayşə, sən kimdən səs gözləyirsən? Mənim izləyicilərimizdən bir də bütün bölgələrimizdən. Bir də banjuqa sevənlərdən. Bəli. Hə? Okey. Onda uşaqlar, heç sözümüzü uzatmadan görürsünüz ki, rəqabət çoxdur. Sözümüzü uzatmadan keçirik Vəfalım rəqsinə.
İnşallah ki rəqslərimizi daha doğrusu bəyənərsiniz Allahın izni ilə. İndi utananlar da oldu, ilk çəkilişi olanlar çoxdur. Məsəl üçün Aysudur, Günəşdir, Güllüdür, Nuriskadır, Əlişqadır təzə-təzə, Kənandır təzə-təzə. Hər birimiz bilirik ki, hər çəkilişi uşaqlarımız biraz utanğazlığı olur. Amma ki, istər zəif, istər güclü, hər bir uşağımızın, hər tələbəmizin hər zaman yanındayıq, qulluğumuzdayıq hər zaman. Bizə qarşı necə ki, məsuliyyətlidirlərsə, biz də onların üzərimizdə hər zaman məsuliyyətimizi qoruyub, saxlamağı bacarırıq. Bir daha sizdən tək xahişim odur ki, inşallah kimi bəyənsəz, Sadiqidir, Aysunudur, Günəşidir, Güllüsüdür, Rəfiqəsidir, Nuriskasıdır, Əlişqasıdır, Kənanıdır, Eygünüdür, hansı birini bəyənsəz, yorumda bildirin. Biz də baxaq, bizim üçün də sizin fikirləriniz hər zaman maraqlı və bizim üçün dəyərlidir. Kanalımıza abunə olmağı unutmursunuz, videomuza like atmağı unutmursunuz. Sonra nə idi? Yorum Bildirimləri açmağı unutmursunuz və takip edin bizi. Abunə olun yəni. Bu arada rəqs eləmi biraz boyun atmışdı. Hə, elə gördüm. Bunun üstünü oynamaq. Halal olsun sənə. Kənan bəyəndin? Xoşuna gəldi? Əlişqa bəyəndin? Utanmadın? Nuriska bəyəndin? Yavaş-yavaş düzələcək. Hamınızı bəyəndiniz? Dərslər haqqında da məlumat vermək istəyirəm uşaqlar. Dərslərimiz həftədə 2 dəfə 1 saat aylıq ödənişimiz neçəyə? 50 manat. Ünvanımız da xırda olanda Trendyol Bakıla düz üzbözdə hava rəqs kursları hər zaman sizlərin ixtiyarındadır. Gəlirsiniz, qeydiyyat olursunuz, hansı bir toyda məclisdə qıraqda qalıb belə əl çalmaq istəmirsinizsə, gəlirsiniz biz sizə rəqsin hər bir incəliyini mən özüm ağa tək sizlərə başa salım. Görüşənə dək özünüzə müvayət olun.